getdik. Növbəti səfərimiz Zaqatala, Balakən. Gəldik marketə. Buradan bir şirniyyat götürüb yolumuza davam edirik. Aşağıya. Çok sağ olun. Qalx stansiyasıdır. Qalxda düşənlər düşdülər. Qatar Zaqatalaya gedir. Aşağıya. Balakən rayonu Heydər Əliyev parkı. Burada bir tikə çörək yeyib gəzintimizə davam edəcəyik. Balakən rayonu da Azərbaycan digər rayon və şəhərləri kimi 8 avqust 1930-cu ildə yaranıb. Yunan coğrafiyaşünası Strabon Balakəni məbədlər diyarı adlandırıb. Mən Oğuzda daha çox məbədə rast gəlmişdim, amma sən deməyə Balakəndə daha çox məbəd var. Burada 100-dən çox Alban məbədi var. Onlardan 44-ü tam qorunma altındadır. Cümə məscidi üzərində yazılan kitabədə məscid 1867-ci ildə tikildiyi göstərilir. 1947-ci ilə qədər məscid anbar kimi istifadə olunub. Sovet dövründə təbii ki, 47-ci ildən isə öz təyinatı üzrə məscid kimi istifadə olunub. Məsciddən kənarda gördüyünüz bu minarə təxminən 40 metr hündürlüyündədir. Bəlkə də 40 metrdən çoxdur. Məscidin binası çaydaşından tikilib. Gördüyünüz bu minarə isə pişmiş kərpicdən tikilib. Azərbaycanda analogu olmayan 8 güşəli bir minarədir. Buradan Balakən çox möhtəşəm görünür. Bu möhtəşəm minarəyə mən çıxdım, amma siz çıxmağınızı məsləhət görmürəm. Həm istidir, həm yuxarıda göyərçinlər yuva salıb, narahat eləməyinə dəymir. Belə, bu qədər. Bu da möhtəşəm cümə məscidi. Buranın da belə maraqlı əl tutacaqları var. Qapı açanda və bunu rol kimi sağa sola fırladırsınız, qapını açırsınız. Bu da belə. Balakən təbiəti olduqca zəngindir. Azərbaycan ikinci böyük qoruğu olan Zaqatala qoruğunun 4/3 hissəsi Balakən payına düşür. Azərbaycan meşə örtüyünün də 5%-i məhz Balakən payına düşür. Balakənin üstü kimi altı da zəngindir. Hələ 16-cı əsrdə Yunanlılar burada mis emalı ediblər. 1913-cü ildə isə Siemens qardaşları Balakəndə ən böyük mis yataqlarını aşkar ediblər. Gəldik Bayraq meydanından KTX-ə. Onu da deyim ki, oradan KTX-ə Zaqatala marşrutları ilə gələ bilərsiniz. Zaqatala marşrutu da 60 qəpiyə gətirir. Bir nəfər 60 qəpik. Belə KTX-dəyik. İndi KTX-in için gəzirik. Burada tarix abidələr var. Görə bilsək onları görməyə çalışacaq. Yolumuza davam edirik. Onu da deyim ki, KTX-lər Cənubi Qafqazdan köçüb gəlmiş və burada məskunlaşmış avarlardır. KTX kəndi də öz adını yaxınlıqdan keçən KTX çayından götürüb. Kənd böyük kənddir, geniş kənddir. Amma bir məsələ var ki, yəni hava istidir, ona görə deyil. Yoxsa yaşayış azdır. Qarşımıza çıxan yoxdur demək olar ki. KTX qüllələri. Bu qüllələrdən 7 dənə olmalıdır, amma 3-ü 4-ü sağ qalıb. Qarşımıza 3-ü tam şəkildə çıxdı. Lap aşağıda olan əla vəziyyətdə idi. Bunlar dağılsa da, amma yenə də qalır. Qalalar, qüllələr bu vəziyyətdədir.
aşınmış vəziyyətdədir, dağılmış vəziyyətdədir. İçərisində ağac bitib. Qalanın içində belə bir ağacın yetişməsi yaxşı hal deyil. Çünki qalanın dağılmasına səbəb olur bunların kökləri, budaqları. Vaxtında bu ağacı körpə ikən kəsmək daha yaxşı olardı. Aşağıda olan 2 güllə yaxşı vəziyyətdədir. Bu isə bir çox hissəsi dağılıb. Qalanın aşağı hissəsində divarlarının qalınlığı 90 sm, yuxarı qalxdıqca isə 50-60 sm-dir. Gözətləmə qüllələri olub bunlar. Bəzən də sığınacaq kimi düşmənə qarşı istifadə olunub. Qalada dəlikçilər görürsünüz, bax orada. Görürsünüz, bəzi yerlərdə dəliklər var. Həmin o hissədən düşmənə qarşı atəş açılıb, müqavimət göstərilib. Qalan aşağı hissəsi kobud daşlardan, iri çay daşından düzəldilib. Yuxarı hissəsi isə səliqəli formada hörülmüşdür. Bunu daha çox aşağıdakı 2 qalada daha bariz görmək olur. Çünki onun yuxarı hissəsi, qüllə hissəsi tam aydın şəkildə hörülmüş vəziyyətdə qalmışdı. Bunun qüllə hissəsi dağıldığı üçün o səliqəli hörülmüş hissəni görmək mümkün olmur. Balakənlilər mərd, cəsur, deyərdim ki, sakit bir rayonumuzdur. Hələ eramızdan əvvəl 65-ci ildə Romalılarla Albanlar arasında baş verən döyüşdə iştirak etmiş Yunan tarixçisi Plutarx yazırdı ki, Balakənlilər sakit təbiətli, cəsur, döyüşkən xalqdır. Balakənlinin qapısını dostcasına açarsansa, sənə dostcasına yaxınlaşar, düşməncəsinə açarsansa, düşməncəsinə yaxınlaşar. Bunu həqiqətən də Balakəndə görmüş olduq. Balakənlilər dostcanlı, yardımsevər, kömək istəyəndə isə kömək göstərməyə can atan bir rayonumuzun əhalisidir. Bu qədər Katix kəndindən gedirik indi Böyük Qafqaz səddinə. Balakənin digər abidələrindən biri də Böyük Qafqaz səddidir. Gördüyünüz bu hissə Böyük Qafqaz səddidir. Antik dövrdə Çin səddindən sonra ən böyük sədd sayılırmış. 120 kilometr uzunluğu var. Sasani hökmdarı 1-ci Qubadın dövründə tikilməyə başlamış və Xosrov Ənuşiravanın dövründə tamamlanmışdır. Uzunluğu 120 kilometrdir. Balakəndən Şəkiyə qədər davam eləyir bu sədd. Ümumiyyətlə Sasanilər dövründə Xəzər dənizi sahilindən Balakənə qədər böyük səddlər çəkilib. Divarın hündürlüyü bəzi yerlərdə 6-8 metr, eni isə 1,5 metr, 2 metrə çatır. Yol boyu Zaqatala Balakən yolu istiqamətində Katix kəndi ərazisində bu sədddə, bu divarlara rast gəlmək olur. Səddin də əsas məqsədi şimaldan Hun keçidindən Hun axınlarının qarşısını almaq məqsədi ilə çəkilmiş bir sədddir. Balakəndə tarixi abidələrin əksəriyyəti kənd cəmaatının, yerli əhalinin həyətində yerləşir. Bu da elə yaxşı haldır, çünki əhali bu tikililəri daha yaxşı qoruyub saxlayır. Kənarda çəkdiyimiz bir çox tarixi abidələr demək olar ki, hamısı bərbad vəziyyətdədir. İntensiv, daim işlənilən bir yerdə olsa da bu günə qədər gəlib çıxa bilib. Balakəndə Heydər Əliyev Parkının yuxarı hissəsindəyik. Buradan abidəyə tərəf qısa bir yol qalıb. Onu da bildirim ki, parkın aşağı hissəsindən yuxarıya qədər kanat yolu var, amma hal-hazırda kanat istifadə olunmur. Demək olar ki, 5 ildir istifadə olunmur. Kanatın uzunluğu 1200 metrdir. Yuxarıda isə gözəl mənzərəli, bu hissədə gözəl mənzərəli zirvə kafesi var. Parkın ümumi görünüşü bu cürdə axşam daha sərin və daha gözəl olur. Və park içərisində də gündüz göstərdiyim kimi ictimai yaşa yerləri var. Uşaqların əylənməsi üçün, böyüklərin dincəlməsi üçün əlverişli şərait yaradılıb. Balakəndə ev yeməkləri tapa bilmirik. Bir yer var, ora gəlmişik, qazan yeməkləri daha doğrusu.
Ancaq fast fooddur. Pizza, dönər, lahmacun. Görək burada bir ailəvi məkan var. Orada olarsa orada oturaq. Masalı restoran deyilən bir yerə gəlmişik. Menyuya baxırıq. Nəhayət ki burada qazan yeməkləri tapmışıq. İndi menyudan seçim eləyək. Görək nə tapa bilirik. Belə maraqlı, qəşəng, sərin bir yerdir.